Gücləndirilmiş iş rejiminə nələr daxildir? Təbii ki, bayramla bağlı əhalinin rahatlığı və sağlamlığı baxımından bir sıra belə deyək tədbirlərə əl atmışsınız. Bəli, bayram günlərində vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, hazırda Bakı şəhəri üzrə 140 təcili yardım briqadası, 61 regionumuz üzrə isə ümumilikdə 270-ə yaxın təcili yardım briqadası xəttə hazır vəziyyətə gətirilib və təbii ki, onların hər biri təcili və təxirə salınmaz xidmətin operativ və keyfiyyətli şəkildə həyata keçirilməsi məqsədi ilə tibbi avadanlıqlar və dərman preparatları ilə tam şəkildə təmin ediliblər. Qeyd edim ki, bayram günlərində həm Bakı şəhərinə, xarici ölkələrdən, həm də regionlarımızdan gələn qonaqların sayının artma ehtimalı nəzərə alınaraq təcili tibbi yardıma hər il olduğu kimi müraciət sayı artır. Və təbii ki, bu prosesi nəzərə alaraq təchizat və təminat məsələləri prosesə uyğun şəkildə planlaşdırılıb. Qeyd edim ki, bayram günlərində təcili tibbi yardımın fasiləsiz və səmərəli fəaliyyəti məsul şəxslər tərəfindən daim nəzarətdə saxlanılacaq və hər hansı fövqəladə vəziyyətlərdə operativ tibbi müdaxilənin həyata keçirilməsi təmin olunacaq. Təşəkkür edirəm məlumatlar üçün. Bəli, artıq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gücləndirilmiş iş rejiminə nələr daxildir? Bununla bağlı izləyiciləri məlumatlandırmağa çalışdıq. Təbii ki, informasiyanı tək çatdırmadım. Elə qurumun mətbuat katibi Nəzrin xanım detallı şəkildə informasiya verdi ki, bu sahədə, yəni bu sahəyə müraciət etmək istəyən əhalinin informasiyası olsun. Biz hələlik burada yekunlaşdırırıq. Söz yenidən səndə.